Salam rayonundakı Afşorun Kalan izləyici. Afşon rayon Masızır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin yanında sot yarımı içərisində tikilmiş 2 mərtəbəli yeni bir gözəl həyətimiz isə göstərir. İndi biz hal-hazırda evin həyətində gördüyünüz kimi həyəti genişdir, rahatçılıqdan 2 dənə maşın yerləşər. Putla qalxıb yenə giriş qapısı var. İndi biz daxil oluruq evin içərisinə. Evimizin sənədləri tam qaydasındadır. Qubçası var. Ətraf tam yaşayışlıdır. Evimizin suyu, işığı, qazı, sənədləri tam qaydasındadır. Evimizin koridoru, mətbəxi, sanitar qovşağı, yeri metlaq duva altı istipolla təchiz olunub. İndi biz başlayırıq evimizin mətbəxindən. Bu evimizin mətbəxidir. Mənzildə gördüyünüz bəzi əşyalar qalacaq. Həqiqətən evimiz yüksək səviyyədə təmir olunub. Sənədləri tam qaydasındadır. Qubça var. Qubça hal-hazırda əlimizdədir. İndi isə keçirik qonaq otağına. Bu da qonaq otağımızdır. Qonaq otağından evimizin arxasına çıxış var. Burada da bak sistemi, kombi sistemi, şkaflarımız yığılıb. Evimizin ümumi məsahəsi 160 kvadrat metr, 4 otaqlı. Göründüyü kimi həqiqətən evimiz çox gözəl təmir olunub. Açıq rənglərdən istifadə olunub. İndi isə qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə 3 dənə yataq otağı və bir dənə sanitar qovşağı, bir də balkonumuz var. Birinci mərtəbədə bir dənə sanitar qovşağımız var, onu unutduq. İndi aşağı düşəndə göstərəcək sizə. Bu bir yataq otağıdır. İkinci yataq otağımızdır. Üçüncü yataq otağımızdır. Və sanitar qovşağımız. Sanitar qovşağımızdır. Yaxınlığında məktəb, bağça fəaliyyət göstərir. Açıq balkonumuz var. İndi isə düşürük birinci mərtəbədə olan sanitar qovşağına. Bu da ikinci sanitar qovşağımızdır. Kanalımıza abunə olun ki, növbəti mənzillərimizi, evlərimizi görə bilərsiniz. Sağ olun.